Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu vesselamu ala Resulillah ve ala alihi ve ashabihi ecmaîn. Kalplerin kasıb olması, kalplerin kasıblığı. Bu barədə Əbu Dərdədən gələn hədis, Allah ondan razı olsun, deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə tərəf çıxdı və biz kasıblığı müzakirə edirdik və ondan qorxurduq, qorxduğumuz üçün onu müzakirə edirdik. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kasıblıqdan mı qorxursunuz? Nəfsin əlində olana and olsun ki, sizə dünya gələcək, sizə dünya gələcəkdir. Hətta sizdən birinin qəlbini, birinizin qəlbi, qəlbinin əyilməsinə, meyl etməsinə səbəb, o olacaq. Dünya olacaq. Sonra deyir ki, and olsun Allaha ki, mən sizi ağappaq bir şey üzərində tərk etdim, gecəsi və gündüzü eynidir. Və kasıblıq elə bir şeydir ki, elə bir problem, insanı narahat edən bir şeydir. İnsanı narahat edən bir şeydir. Xüsusilə də, imtahanların gəldiyi vaxt, mal barədə insana imtahanlar gələn vaxtdır. Və deyir, bu imtahanlarda, belə imtahanlar gələndə, mal barədə imtahanlar gələndə insanlar, kasıblığı müzakirə edirlər və onlardan çıxış yollarını tapmağa çalışırlar. Bu şeyləri axtarırlar ki, necə etsinlər, bu problemdən çıxsınlar. Lakin deyir ki, iş Peyğəmbər sallallahu əleyhi və səlləmin bu hədisdə dediyi kimidir. Ki, mən sizi ağappaq bir şey üzərində tərk etdim, gecəsi gündüz kimidir. Peyğəmbər sallallahu əleyhi və səlləmin qoyduğu yol, sünnəsi. Ki, bizim dinimiz mübarəkdir, əzəmətli bir dindir. Onda bütün problemlərin həlli vardır. Və bütün bu kimi imtahanlardan, problemlərdən çıxmağın yolu vardır. Və bizim bu dinimiz əzəmətli, mübarək bir dindir. Kimi Allah Teala müvəffəq eləyərsə dinlə ədəblənməyə, din ədəblərini götürməyə Allah Teala kimi müvəffəq eləyərsə və dində olan o yollara, hidayət yollarına Allah Teala kimi müvəffəq edərsə və dində olan o yönəltmələrə, o doğru yollara kimi Allah Teala hidayət edərsə, deyir ki, o düzgün olan yola hidayət olunar. Hansı imtahan olursa olsun, Allah Teala o problemlərdə onun üçün bir yol göstərər. Bütün bu şeylərin, hər bir problemin həlli dinimizdə vardır. Və deyir, bütün bu kimi problemlərdə hansı problem olursa olsun, bu problemdən Allaha tərəf qaçmaq lazımdır. Və bütün imtahanlarda Allaha tərəf qaçmaq lazımdır. Və insanlara görə, insanların qorxduğu bir kasıblıq var, hansı ki, o da malın azlığıdır. Bu da bəzi insanlarda, bəzi hallarda, bəzi vaxtlarda görürsən ki, biraz da şiddətli olur bu narahatçılıq. Bu qorxu biraz da şiddətli olur. Ona görə də, amma bunların içərisində bu yoxsulluq, bu kasıblıq, bunun içərisində bir növ vardır ki, lazımdır ki, o ilə şiddətli şəkildə maraqlanmaq. Əsas olan budur ki, müsəlman, mömin, insan gərək o ilə maraqlansın, böyük, əzəmətli bir formada əzəmətli şəkildə o ilə maraqlansın. Əbu Dərdən gələn hədis, Allah ondan razı olsun, deyir ki, Rasulullah sallallahu əleyhi və səlləm mənə dedi ki, ey Əbu Zər, sən malın
çoxluğunda mı görürsən zənginliyi? Dedim ki, bəli ya Resulallah. Dedi ki, sen malın azlığında mı görürsən kasıblığı? Dedim ki, bəli ya Resulallah. Ve sonra dedi ki, bu da. Yani bütün insanlara göre yani kasıblık məfhumu yani belədir. Məsəl kasıblıq məfhumu belədir. Yəni insanlar oradan belə olur o insanlara görə. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, həqiqətən, yəni yalnız həqiqətən, yəni zənginlik qəlbin zəngin olmasıdır və kasıblıq da qəlbin kasıb olmasıdır. Yəni əsas zənginlik, əsas yəni zəngin olma, kasıb olma qəlbdə olur. Yəni əsas budur. Və bəli, kim ki onun qəlbi zəngin olarsa, ona əlində olan malın azlığı ona bir zərər vura bilməz. Hətta az da olsa belə əlindəki, o buna görə razı olar və qənaətkar olar və Allah Taala'nın buyurğusu ilə razılaşar. Və kim də qəlbi əgər yoxsuldursa, kasıbdırsa, ona dünya malından ne kadar payı olsa da, çok payı olsa da o yani dünya malından olan bu payını az görer ve ona düşen bu payı yani aşağı görer ve əlavə olmasını isteyen. Necə ki Enes bin Malik'ten gelen hadis, Allah ondan razı olsun. Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki eğer Adem evladının bir vadi dolusu kızılı olsa ikincisinin olmasını isteyer. İki vadinin olmasını isteyer. Deyir ki, onun ağzını torpaq doldurar. Və sonra buyurur ki, Allah tövbə edənlərin tövbəsini qəbul edəndir. Və başqa ləfsdə bu hədisin başqa ləfsində gəlir ki, yəni o üçüncüsünü axtarar. Deyir ki, bu insanın təbiəti belədir. Həqiqətən insanın təbiəti belədir. Yalnız Allahın rəhm etdiyindən başqa. Allahın rəhm elədiyindən başqa. Ve Peygamber sallallahu aleyhi ve sellem orada buyurdu ki onun ağzını yalnız torpaq doldurar. Yani ki o beləcə həris olar, dünyanı cəm etməyə, dünyanı yığmağa həris olar, hətta ölənə qədər. Bu cür olar və onun boşluğunu qəbir torpağı doldurar. Qəbir torpağı ilə onun boşluğu doldurular. Və Peygamber sallallahu aleyhi ve sellem bu hədisin, yəni hansı ki hədisi Peygamber sallallahu aleyhi ve sellem deyəndə ki yani bir vadi dolusu kızılı olsa ikisini isteyer ve onun ağzını torpaq doldurar ve sonra Peygamberin sallallahu aleyhi ve sellem hadisin sonunda yani tövbeyi həvəsləndirir. Ona göre hadisin sonunda Peygamberin sallallahu aleyhi ve sellem tövbeyi həvəsləndirir. Çünkü çok vaxtı necə olur? İnsan mala şiddətli şəkildə tamah salır. Çox vaxt elə olur ki, insan yəni şiddətli şəkildə mala tamah salır. Və bəzən də elə olur ki, haram bir şeyi satmaqdan belə yəni çəkinmir və bunun da müalicəsi, bunun da dərmanı tövbədir. Allah'a tövbə edib qayıtmaqdır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin sonunda bu iki şeyi gətirdikdən sonra sonunda gətirir ki, yəni bunun müalicəsi, yəni dərmanı tövbə edib Allah'a qayıtmaqdır. Allah'a qayıdanda hər şey, qəlb düzələndə, yəni hər şey düzəlir. Və bütün bu kimi işlərdə, belə problemlərdə, yəni problem qayıdır qəlbə. Yəni onun islah olmasıdır, onun Allah'ın itaati üzərində durmasıdır. Onun yəni iman etməsi, təvəkkül etməsi, Allah'a razı olması və qənaətkar olması və başqa iman mənaları kimi şeylər. Və deyir ki, yəni tövbə, səmimi tövbə lazımdır. Yəni səmimi tövbə lazımdır günahlardan ki, qəlb düzəlsin və bu ilə də yəni qəlb düzələndə, qəlbə zənginlik olanda, yəni qəlbin zəngin olmaması, yəni qəlbin zəngin olmasının səbəbi
orada olan günahlara göre olur. Ona göre Peygamber sallallahu aleyhi ve sellem tövbeye heveslendirdi. Çünkü samimi tövbeyle kalp düzelirse insanın yani mala olan bakışı da düzelir. Kim ki dinde olan o yolları fikirləşərsə, yəni bu kimi belə bir problemdə, bu kimi problemin yəni həllində, yəni dinimizdə olan bu yolları, bu hidayət yollarını kim fikirləşərsə, qəlbdə olan hansı ki o kasıblıq, yoxsulluq, hansı ki bir çox insanlarda yəni bu var. Bir çox insanlara bunun təsiri olur, qəlblərə təsiri olur və əgər onu fikirləşərsə, görər ki, yəni və görər ki, özünün yəni bu dində, yəni bu məsələdə də yəni yollar vardır və yönətmələr və yəni qulun islah olması bu məsələdə yəni dinimizdə bunun yolları vardır. Yalnız təkcə dünya işində yox, hətta dinin və dünyanın və axirətin islahı üçün də, yəni onların da yəni qulun həm dini üçün, həm dünyası üçün və həmçinin axirəti üçün, ümumilikdə hər şey üçün, yəni dinimizdə bütün bu şeylərin, yəni bu şeylərdən çıxış yolları yəni göstərilir. Necə ki bu üç şey, yəni dindir, dünyadır, axirətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisində cəmləşmişdir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey Allahım, mənim dinimi islah et, hansı ki o, yəni işlərimi qoruyandır, o dinimi islah et və mənim dünyamı islah et, hansı ki onda mənim məişətim var və mənim axirətimi islah et, hansı ki onda mənim qayıdışım var. Və deyir ki, həyatımı bütün xeyirlərin yəni əlavə olunması üçün et, yəni həyatımı bütün xeyirlərin əlavə olunması üçün et və ölümümü də bütün şərlərdən rahat olmağım üçün et. Və burada da görünür ki, bu hədisdən də yəni başa düşülür ki, həqiqətən qulun Allaha olan yəqin imanına ehtiyacı var. Allaha olan yəqin imanına ehtiyacı var. Çünki bütün işlər Allahın əlindədir və Allah Taala ruzi verəndir. Yəni göydə olan Allah Taala yəni ruzi verəndir. Çünki Allah Taala deyir ki, yəni göydə sizin ruziniz və göydə ruziniz və sizə vəd olunan şey vardır. Göydə sizin ruziniz və sizə vəd olunan şey vardır. Və başqa ayədə Allah dedi ki, ey insanlar, Allahın nemətini xatırlayın, sizin üzərinizdə olan, yəni Allahdan başqa sizi ruziləndirən bir yaradan varmı? Və başqa ayədə Allah dedi ki, əvələm yarav ənəllaha yabsutu rizqə limən yəşə və yaqdir, İnnə fī zəlikə ləayətin liqavmin yu'minun. Onlar görmədilər ki, həqiqətən Allah Taala ruzini, yəni bol-bol verəndir istədiyinə və təqdir edəndir. Həqiqətən onda, yəni iman gətirən qövm üçün, yəni dəlillər vardır, ayələr vardır. Və başqa ayədə Allah dedi ki, Allah Taala buyurur ki, əvələm ya'ləmu ənəllaha yabsutu rizqə limən yəşə və yaqdir. Onlar bilmədlərmi ki, həqiqətən Allah Taala ruzini, yəni geniş şəkildə istədiyinə verəndir və təqdir edir. Həqiqətən onda iman gətirən qövm üçün, yəni dəlillər vardır, ayələr vardır. Başqa ayədə Allah dedi ki, Allah Taala buyurur ki, "Qul inna rabbi yabsutu rizqə limən yəşə və yaqdir." De ki, həqiqətən mənim Rəbbim ruzini istədiyinə geniş, bol verəndir və təqdir edir. Başqa ayədə Allah dedi ki, "Qul inna rabbi yabsutu rizqə limən yəşə'u min ibadihi və yaqdiru leh." De ki, həqiqətən mənim Rəbbim
ruzini istediğine bol verendir, kullarının istediğine bol verendir ve onun için təqdir eləyir. Və bu kimi mənalar yəni çoxdur. Ayələr, bu kimi mənalar barədə olan ayələr çoxdur. Və Rəbbimiz yəni istədiyinə verəndir, istədiyindən alandır, istədiyini yüksəldəndir, istədiyini alçaldandır, istədiyinə verən, istədiyinə mane olandır, istədiyini izzətləndirir, istədiyini zəll edir. Hansı ki, bütün işlər onun əlindədir, onun heç bir şəriki yoxdur. Və deyir ki, işlərin əsası və onların islah olunmasının qaydası, bütün işlərin əsası və o işlərin islah olunmasının, düzəlməsinin qaydası Allaha, odur ki, Allaha sadiq şəkildə iman gətirmək. Və Allaha gözəl şəkildə təvəkkül eləmək. Çünki Allah Teala buyurur ki, yəni yerdə olan elə bir canlı yoxdur ki, onun ruzisi Allahın üzərinə olmuş olmasın. Və Allah Teala onların qərar tutduqları yerlərini də bilir və yəni olduqları yerlərini də bilir. Və onların hamısı apaçıq kitabda vardır. Tam olan yəni bir kitab-ı mübin. Yəni apaçıq olan kitabda vardır. Lazım olan odur ki, bu imanı həyata keçirmək. Və qamada hədəl əsr əl-azim fil qulub. Lazım olan odur ki, bizdən tələb olunan odur ki, bu imanı həyata keçirmək və bu əsli, bu əzəmətli olan bu əsli qəlblərdə yəni yerləşməsinə çalışmaq. Hətta yekuna zillul abd, hətta qulun yəni zəlil olması, yəni onun qaçması və onun yönəlməsi, onun yəni sınması, yumşalması yalnız öz Rəbbi üçün olsun. Və o vaxtı qəlb belə olanda da qəlb heç bir məxluqa yönəlməyəcək. Və heç kəs üçün yəni zəlil olmayacaq ki, dünyalıq bir şey əldə etməkdən ötürü heç kəs üçün zəlil olmaz. Və innəmə yəkunu zilluhu və xuduuhu, yalnız onun yəni zəlil olması, onun boyun əyib itaət eləməsi və sınması öz Rəbbinə, öz iləhinə olar. Öz mövlasına olar, Allah Teala'ya olar. Və sonra buyurur ki, əgər kim Allaha həqiqi şəkildə təvəkkül edərsə, yəni təvəkkülü düzgün şəkildə Allaha təvəkkül edərsə, düzgün şəkildə təvəkkül edərsə, Allah Teala onun üçün ruzi qapılarını açar və asanlaşdırma qapılarını onun üçün asanlaşdırar və müvəffəq olmaq qapısını açar, müvəffəq edər onu və onun hesabına gələn yerdən və hesabına gəlməyən yerdən. Çünki Allah da deyir ki, kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu açar və onu hesabına gəlməyən yerdən ruziləndirər. Və kim Allaha təvəkkül eləyərsə, o ona kifayət olar. Və Peyğəmbərimiz s.ə.v buyurur ki, həqiqətən əgər siz Allaha həqiqi şəkildə təvəkkül etsəniz, quşların ruziləndiyi kimi siz də ruzilənərsiniz. Hansı ki, onlar səhər evlərindən çıxırlar və qaydanda da tox qayıdırlar. Amma Peyğəmbərimiz s.ə.v nə deyir? Deyir ki, həqiqi şəkildə tövbə eləyərsinizsə, təvəkkül edərsinizsə. Çünki təvəkkül etmək, yəni onu da gərək insan öyrənsin. Təvəkkül nə olan şeydir? Yəni dinimizdə təvəkkül necə olur? Və fi hədəl bəbil azim həssəl İslam deyir ki, bu böyük bir babda, yəni bu mövzuda İslam bizi əmələ həvəsləndirir bu babda və bizi ona rəğbətləndirir. Allah Teala buyurur ki, siz fəmşu fi mənəkibihə və kulu min rizqihi və ileyhin nuşur. Yəni yerin, yəni qoynunda gəzin və onun ruzisindən yeyin. Allah Teala'nın verdiyi ruzidən yeyin və qayıdış yalnız onadır.
Ve başka ayette Allah Teala buyurur ki: "Feyde kudiyetis salat fenteşiru fil ardı ve tegu min fadlillah." Namaz yerine getirildikten sonra yer üzerine yayılan ve Allah'ın feziletinden aktarın. Allah'ın faziletini aktarın. Ruzi aktarın. Ve buyurur ki kula yani kişiye lazım olan odur ki yani bu işte yani aktif olsun, yani faal olsun, yani böyle birbaş olsun, yani tembellik etmesin, acizlik göstermesin. Yani bu ruzunu elde etmek için e, hatta onda malın elde olunması için yani malı elde etmek için çok bir şey olmasa da bile yani azla yani insanın himmesi olanda, insanın əzimkarlığı olanda azla beraber olan güzel tevekkül oyla yani görürsən ki çox olur. Yani çoxalır. Yani qəlb rahat olur. Və inşallah ki düzgün şekilde insanla tevekkül olarsa bəli. Yani malın, ruzunun kazanılmasına düzgün şekilde eğer yönelerse bəli, malın artmasını da Allah istəyərsə sebep olabilir. Allah bu qəlbimizi dinin üzerine sabit etsin. Subhanakallahumma ve bihamdike eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.